Dövlət vergi xidmətində vergi və sosial sığorta qanunvericiliyində edilən dəyişikliklərin sahibkarların ictimai birlikləri və konsaltinq şirkətləri üçün təqdimatı keçirilib. Tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri və iqtisadçı ekspertlər də iştirak ediblər. Çıxış edən Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov, aparılan islahatların əsas məqsədinin iqtisadi artımı, investisiya mühitini, sahibkarlığı təşviq etmək, kölgə iqtisadiyyatının miqyasını azaltmaq olduğunu vurğulayıb. Bildirib ki, 2025-ci il üzrə sahibkarlıq subyekti tərəfindən daxil olan 170 təklifdən 103-ü son dəyişikliklərdə öz əksini tapıb. Tədbir iştirakçıları üçün geniş təqdimat keçirilib. Qeyd olunub ki, 2026-cı ildə Naxçıvanda işğaldan azad edilmiş ərazilərlə eyni vergi rejimi tətbiqi, fərdi sahibkarların sosial sığorta yükünün dövriyyəyə uyğun tənzimlənməsi, yerli avtomobil istehsalı, gəmi qayırma və kənd təsərrüfatı kimi prioritet sektorlara güzəştlərin verilməsi nəzərdə tutulur. Nağdsız ödənişlərin stimullaşdırılması üçün vergi təşviqinin tətbiqi, muzlu işdən gəlirlər üzrə vergi yükünün optimallaşdırılması, ƏDV geri al mexanizminin əhatə dairəsinin genişləndirilməsi və fiziki şəxslərin kirayə gəlirləri üzrə vergi dərəcəsinin 14%-dən 10%-ə endirilməsi də dəyişikliklərdə öz əksini tapıb. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və dəyişikliklərin iqtisadiyyatın inkişafına gözlənilən müsbət təsirləri geniş müzakirə olunub.